Sahih Müslümdən bir vacib hədis oxuyun ki, bu sizin üçündür. Sahih Müslümdə deməli, səhifə 227-də çox diqqətli olun. Bu hədis hamımıza lazımdır. Mübahisə eləmək üçün yox, ha? Düz olmağı bilmək üçün. Səhifə 227, hədisin nömrəsi 622. Deməli, filan kəsdən Əla ibn Əbdərrəhman buyurur. Ənəs ibn Malikin deməli, ənəhu dəxələ ələ Ənəs ibn Malik fi darihi bil Basra hinə insarafa minəd-duhr. Deməli, həmən bu şəxs Əla ibn Əbdərrəhman İraqda, Bəsrədə namazı qılır, zöhr namazını qılan kimi məsciddən çıxır. Ənəs ibn Malik, Peyğəmbər səhabəsi, Peyğəmbərin xadimi, Peyğəmbərin deyək evinin içi. Deməli, Peyğəmbərlə çox ünsiyyətdə olan səhabələr var ki, namazdan namaza bəlkə Peyğəmbəri görərdi. Amma Ənəs gündə görürmüş. Ənəs Peyğəmbərin namazını bizə başa salır. Həmən bu şəxs tabi'i deyir ki, Əla ibn Əbdərrəhman deyir, zöhr namazını qıldım, diqqət edin, zöhr namazını qıldım, çıxdım, Ənəsin evi məscidə yaxın idi. Daxil oldum Ənəsin evinə. Peyğəmbər səhabəsi Ənəsin evinə. Və daruhu bi cənbil məscid. Ənəsin evi məscidin düz yanında idi. Fələmmə dəxəlnə aleyhi. Özdə tək daxil olmur. Dəxəlnə, bir dəstə. Tabi'ilər Peyğəmbəri görən insanın yanına daxil olurlar. Qalə. Peyğəmbər səhabəsi Ənəs ibn Malik dedi, Əsallaytumul əsrə? Əsr namazını qılmısınız? Bunlar hansı namazı qılıb çıxıb giriblər bu kişinin evinə? Zöhrə. Səhabə tabi'ilərə deyir ki, əsr namazını qılmısınız? Əsallaytumul əsrə? Fəqulna ləhu, qulna, cəm halında dedik, Peyğəmbəri görən şəxsə, Peyğəmbərin namazında iştirak edən şəxsə dedik. Dedik, İnnəmə insarafnə sa'a minəd-zuhr. İndi hal-hazırda zöhr namazını qılıb çıxmışıq məsciddən. Qoy üstündən bir vaxt keçsin də, yəni 1 saat, 2 saat necə bəziləri ayırır. Qalə, Peyğəmbər səhabəsi Ənəs ibn Malik dedi, Sallul əsrə, əmr edir, durun əsr namazını qılın. Fəqumna fəsalleynə. Peyğəmbər səhabəsi, Peyğəmbəri görüb, Peyğəmbər necə namaz qılırı, o görüb, bunlar görməyib. Deyir, bizə əmr elədi ki, durun, əsr namazında bir addımlıq yoldur. Məsciddən çıxıblar, daxil olublar evə, Peyğəmbər səhabəsi deyir, əsri də qılıb. Fələmmə insarafna, əsr namazını qılduq, qalə, Ənəs dedi, Səmi'tu Rəsulallah, eşitdim Allah Rəsulu buyurub, Tilkə salatil münafiq. Namazı, zöhrü əsrdən ayırıb gecikdirən münafiqin namazıdır. Yeclus yarqubu şəmsə. Gözləyir gün batsın. Gözləyir günün batmağını. Hətta izə kənə beynə qarnəy şeytan. Günəş şeytanın iki buynuzu arasına gəldiyi mövqeydə qamə fə nəqaraha ərbəən. Nəqara deyək ki, məsələn, minqar dimdik, yəni quşun burnu. Minqar. Nəqara quş dimdiyi ilə bir yerə vurarsa, ona ərəb dilində deyirlər nəqara. Peyğəmbər bənzədir həmən o namazı ayıranı münafiqə və onun namazını da izah edir. Buyurur ki, nəqaraha ərbəən. Qarğa kimi 4 dəfə yerə neynir? Dimdigin vurur. La yəzkurullaha fiha illa qalila. Və Allahı da nədir? Az zikr edir. Peyğəmbər səhabəsi zöhr namazından sonra əsr namazını qılmasını tabi'ilərə neynir? Əmr edir və ayrana da nədir? Münafiq. Əla kulli hal.